Salam dostlar. Bugün sizə yuxuda qurbağa görmək və onun müxtəlif yozmaları haqqında danışacaq. Xalq arasında qurbağa ilə bağlı müxtəlif inanclar mövcuddur. Bəziləri üçün o uğur gətirən bir canlıdırsa, digərləri üçün əksinə qorxu və narahatlıq mənbəyidir. Bəs görəsən, yuxularımızda qurbağa görməyimizin əsl səbəbi nədir? Bu suala cavab tapmaq və yuxularımızın sirlərini birlikdə açmaq üçün hazırsınızsa, başlayaq. Yuxuda qurbağa görmək ümumiyyətlə yaxşı əlamət sayılır. Bu, yaxın gələcəkdə sizi gözləyən xoş xəbərlərin və ya uğurların işarəsidir. Yuxuda qurbağa yemək adətən sağlamlıq və gücün simvoludur. Bu, sizin fiziki və ya mənəvi gücünüzün artacağını göstərir. Yuxuda qurbağa öldürmək, bəzi problemlərin və ya maneələrin aradan qaldırılacağını bildirir. Bu, sizin həyatınızda yeni bir mərhələyə keçəcəyinizin işarəsidir. Yuxuda qurbağa tutmaq, yeni imkanların və ya şansların yaxınlaşdığını göstərir. Bu, sizin həyatınızda müsbət dəyişikliklərin olacağını bildirir. Yuxuda qurbağa qovması, bəzi narahatlıqların və ya problemlərin uzaqlaşacağını göstərir. Bu, sizin həyatınızda rahatlıq və sükunətin bərpa olunacağını bildirir. Ümid edirəm ki, bu yuxu yozmaları sizin üçün faydalı oldu. Unutmayın ki, yuxular hər zaman bir mənalı şəkildə yozulmur və hər bir yuxunun fərqli şəxslər üçün fərqli mənaları ola bilər. Əgər yuxularınız sizi çox narahat edirsə, mütəxəssis bir yuxu yozmacısına müraciət etməyiniz tövsiyə olunur. Əgər videomuzu bəyəndinizsə, like etməyi və kanalımıza abunə olmağı unutmayın. Görüşənədək.